Hər birinizi salamlayıram. Mən Sari Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün bir müddətli aradan sonra sizinlə yenidən dərs videosu paylaşıram. Mövzumuz ümumi tarixdən 1-ci Dünya Müharibəsi və Versal-Vaşinqton konfransı olacaq. Mövzuya keçməzdən öncə bir məsələni qeyd etmək istəyirəm. Rəylərdə görürəm, gəlir mesaj şəklində, Instagramda da gəlir. Bəzi Azərbaycan tarixində müəyyən mövzular var, o mövzular niyə paylaşılmır? Biz Azərbaycan tarixində Səfəvi dövlətini keçmişik, mövzularımız hələ ki orada qalıb. Yerdə qalır orada Nadir Şah Əfşar imperiyası və xanlıqlar. O barədə videolarımız var, həmin videolara baxa bilərsiniz. Yəni, mən yeni video çəksəndə zaten yenə eyni şeyləri deyəcəm deyə yeni video yoxdur o barədə. Daha sonra Rus-Qacar müharibələri 2 ya 3 səhv eləmirəmsə Rus-Qacar müharibəsinə aid videolarımız var. Oradan istifadə edə bilərsiniz gönül rahatlığı ilə. Daha sonra Azərbaycanda Rus müstəmləkə sisteminin yaradılması ilə bağlı olan videomuz Azərbaycan 19-cu əsrin 30-50-ci illərində yeni videodur, baxa bilərsiniz. Yəni, mən o videonu çəkmişəm, onsuz da o mövzu var. Dediyim kimi, yeni bir şey əlavə etməyəcəm, çünki dəyişən bir şey yoxdur. Ona görə ilə ona baxsaz kifayət edir. Eyni şəkildə Azərbaycan 19-cu əsrin ikinci yarısı burjua islahatlarının neft sənayesidir. Eyni şəkildə Azərbaycan 20-ci əsrin əvvəllərində yeni sənayinin vəziyyəti, kənd təsərrüfatı, partiyalar, dumalar, son 2025-ci ilin yanvar-fevral ayında çəkilmiş videolarda onlara baxa bilərsiniz gönül rahatlığı ilə. Yerdə qalan hissədə Azərbaycan 1-ci Dünya Müharibəsi illərində, Fevral İnqilabı, Azərbaycan Xalq Cümhuriyyəti, bəli, onların artıq videoları olacaq. Azərbaycan 1-ci Dünya Müharibəsi illərində elə bugünkü dərsimizin içərisində qeyd edəcəyik. Digər videolarımız isə növbəti həftə paylaşılacaq. Bu barədə heç bir narahat olmağa əsas yoxdur. Biz başlayaq 1-ci Dünya Müharibəsindən. Ümumiyyətlə 1-ci Dünya Müharibəsi niyə baş verir və nə zaman baş verəcək? Müharibənin mütləq şəkildə səbəblərini bilmək lazımdır. Səbəblər də ki, yəni ümumi səbəblərimiz dünyanı bölüşdürməkdir. Yəni, bütün dövlətlərə aid olan məsələ bundan ibarətdir. Amma hər bir dövlətin özünün orada fərqli siyasətləri var, etmək istədiyi məsələləri var. Onları indi burada qeyd eləmirəm, özünüz kitabdan da oxuyacaqsınız. Qısa şəkildə yazmayacağım, sadəcə şifahi şəkildə deyə bilərəm ki, məsələn, Fransa itirdiyi Elzas və Lotaringiya vilayətlərini Almaniyadan almaq istəyir. Avstriya, Macaristan, Rusiyanın Balkanlardakı mövqeyini zəiflətmək istəyir. Hamısı yığışıb Osmanlı dövlətini bölmək istəyirlər. İngilislər, fransızlar yeni müstəmləkələr keçirib Almaniyanı məğlub eləmək istəyirlər. Yəni, ümumi məqsəd bundan ibarətdir. Nəticə etibarən bəs necə olacaq ki, bu müharibə başlayacaq? Müharibə belə olacaq, başlayacaq. 1918-ci il iyul ayının 28-də müharibəmiz başlayır. 14-cü ildə. 1914-cü il 28 iyulda. Belə ki, 1914-cü il iyun ayının 28-də səbəbləri qeyd elədik, bildik. Bizə bəhanə lazımdır da bütün bunları həll etmək üçün. 1914-cü il 28 iyun tarixində Avstriya-Macaristan imperiyasının taxt-tacının vəliəhdi Frans Ferdinand Bosniya ərazisində Serbiyalılar tərəfindən, yəni Serb millətçisi tərəfindən öldürüləcək. Baxıram ki, Avstriya-Macaristan müharibədən əvvəl təşkil edilmiş birliklərin hansındaydı? Üçlər İttifaqında. Üçlər İttifaqında Avstriya-Macaristan başqa hansı dövlətlər var idi? Almaniya var idi və İtaliya var idi. Bəs Serbiya hər hansı bir təşkilatda iştirak eləmir, özü üçün Slavyan bir dövlətidir. Müstəqilliyin əldə edib Berlin Konqresi ilə. Sadəcə Serbiyanı dəstəkləyən dövlətlər var. Yəni, Balkanlardakı Slavyan xalqlarının azadlıq mübarizəsini təbii ki, kim dəstəkləyəcək? Rusiya dəstəkləyəcək. Rusiya özü hansı ittifaqdaydı? Rusiya da Antantadaydı. Antantada hansı dövlətlər var Rusiyadan başqa? İngiltərə var və Fransa var. İndi məsələ nədən ibarətdir? Bu problem baş verir 14-cü il 28 iyunda Avstriya-Macaristan təxtinin vəliəhdi Frans Ferdinand Bosniyada Serb millətçiləri tərəfindən öldürülür. Bu hadisədən sonra düz bir ay keçir üzərindən 1914-cü 28 iyulunda, iyul ayının 28-də Avstriya-Macaristan Serbiya müharibə elan edir. Təbii ki, Avstriya-Macaristan Serbiya müharibə elan edəndən sonra Rusiya Serbiyanı müdafiə etmək niyyəti ilə Avstriya-Macaristanın qarşısına dayanır və ona müharibə elan edir. Belə olanda da Almaniya bu tərəfdən gəlir ki, mən də Avstriya-Macaristanı müdafiə edirəm, Almaniyada Rusiya müharibə elan edir. İstər-istəməz artıq dövlətlər yavaş-yavaş bu müharibənin içərisinə çəkilirlər. Almaniya zaten əvvəldən müharibə olacaqsa özü üçün bir plan hazırlamışdı. Bu da onların Schlieffen planı adlanırdı. 1905-ci ildə baş qərargah rəisi Alfred von Schlieffenin rəhbərliyi ilə hazırlanmışdı Schlieffen planı. Schlieffen planı
qısa müddətdə tez qələbəyə əsaslanırdı. Yəni ildırım sürətli müharibə deyirik biz buna və Şlifen planına əsasən Fransa və Rusiyaya qarşı hərbi əməliyyatlar aparılacaqdı. Birinci Fransa məğlub ediləcəkdi, ondan sonra da Rusiyanı məğlub edəcəkdilər. Yəni tez bir zamanda bu iki dövlətə qarşı mübarizənin aparılması nəzərdə tutulur. Çünki Fransa Almaniyanın qərbindədir, Rusiya isə Almaniyanın şərqindədir. Və proses necə baş verir? Proses belə baş verir ki, 1914-cü ilin iyulunda müharibə başlayır. 1914-cü ilin avqust ayında birinci Almanlar Fransa istiqamətinə hücuma başlayırlar və Fransaya daxil olmaq üçün Fransanın Almaniyanın sərhədi daha möhkəmdir, Belçikadan keçirlər. Fransaya daxil olmaq üçün Almanlar Belçika ərazisinə hücum edirlər və Belçikadan Fransaya daxil olmağa çalışırlar. Almanların Belçikaya hücum etməsi nəticəsində 1914-cü ildə İngilislər müharibəyə qoşulur. İngilislər Almanlara müharibə elan edirlər. Çünki Belçika bir tərəfli idi və Belçikanın bir tərəfliyinin qorunması məsələsini İngiltərə öz üzərinə götürmüşdü. İngiltərə müharibəyə qoşuldu. Biz avqust ayında Albaniya Fransa üzərinə hücuma hazırlaşdı. İngilislər fransızların köməyinə gəldilər və 1914-cü ilin sentyabr ayında baş verən Marna çayı sahilində döyüşdə bu müttəfiq qüvvələr qalib gəldi, Almanlar məğlub oldular və biz deyirik ki, Marna döyüş nəticəsində həm ildırım sürətli müharibə planı, yəni Almanların Şlifen planı puça çıxdı, həm də ki, Fransa həlledici məğlubiyyətdən xilas oldu. Nəyin nəticəsində? 1914 sentyabrında Marna döyüşü nəticəsində. Marna döyüşündən əvvəl, bu ki biz avqustda Fransaya hücum edəndə, Ruslar da şərq cəbhəsindən Almaniyaya hücum edirdilər və 1914-cü ilin avqustunda burada bir Tannenburg döyüşümüz var. Tannenburg. Bu əslində kitabdan çıxarılıb döyüşün adı, sadəcə dilində bəzən istifadə edilir, testlərin içərisində var, ona görə abituriyentlər bilsə kifayət edir. Bu döyüşdə Almanlarla Ruslar arasındadır, sadəcə ad çıxarılıb səhv eləmirəmsə, yəni sinif dərsliklərində, son dərsliklərdə sadəcə belə bir döyüşün olduğu və Almanların Rusları məğlub elədiyi qeyd edilir. Tannenburg döyüşündə Almanlar qalib gəlir, Ruslar məğlub olurlar. 1914-cü il hərbi əməliyyatlarımızın gedişində biz əsas 3 cəbhə görəcəyik. Bunlardan birincisi təbii ki, Qərb cəbhəsidir. Qərb cəbhəsində görürük ki, Almanlar fransızlarla müharibə aparırlar. Daha sonra Şərq cəbhəmiz var. Şərq cəbhəsində görürük ki, Almanlar Ruslarla müharibə aparırlar. Daha sonra bir Balkan cəbhəmiz yaranacaq. Necə yaranacaq Balkan cəbhəsi? Osmanlının müharibəyə qoşulması ilə. Osmanlı 1914-cü ilin oktyabrında öz ərazisində 2 dənə Alman hərb gəmisinə icazə verilmişdi Qaradənizdə boğazlardan keçmək üçün. Həmin o gəmilər Rusiya atəş açırlar və Rusiya Osmanlıya müharibə elan edir. Bununla da 14-cü ilin oktyabrında Osmanlı müharibəyə daxil olmaq məcburiyyətində qalır. Osmanlı müharibəyə daxil olandan sonra bir Balkan cəbhəmiz meydana gələcək. Daha sonra isə Osmanlı ilə Rusiya arasında Qafqaz cəbhəsi görəcəyik. Cəbhələrimiz bunlardır. 4 dənə cəbhəmiz var. Qərb cəbhəsi, Şərq cəbhəsi, Balkan cəbhəsi və Qafqaz cəbhəsi. İndi Qafqaz cəbhəsindən danışaq. Danışmazdan öncə 14-cü ildə müharibəyə qoşulan dövlətlərdən birinin də adını qeyd edəcəyik. Bu dövlət Yaponiyadır. Yaponiyanı xüsusilə yadda saxlayın. Niyə? Çünki Yaponiya 1-ci Dünya müharibəsində Antanta tərəfdədir. Antanta ilə arası yaxşıdır. 2-ci Dünya müharibəsində, amma Almaniyanın müttəfiq olaraq görəcək Yaponiyanı. 1-ci Dünya müharibəsində Antanta ilə müttəfiqdir Yaponiya. İndi gələk buradan Qafqaz cəbhəsinə və yavaş-yavaş 1914-cü il yekunlaşıb keçək 15-ci ilə. 1915-ci ilə gələndə 14-cü ilin sonunda Qafqaz cəbhəsində 1914-cü ilin dekabr ayından başlayıb 1915-ci ilin yanvar ayına qədər davam edən Sarıqamış əməliyyatını görürük. Sarıqamış. Çünki bu müharibənin gedişində, 1-ci Dünya müharibəsinin gedişində Osmanlılar Cənubi Azərbaycana daxil olmuşlar və müəyyən ərazi tutmuşdular. Osmanlılar Cənubi Azərbaycandan çıxacaqlar Sarıqamış döyüşündə Ruslara məğlub olandan sonra. Ruslar qalib gələcək, Osmanlılar məğlub olacaqlar və Osmanlılar Cənubi Azərbaycandan çıxacaqlar. Osmanlılar Cənubi Azərbaycandan çıxır və 1915-ci ildə Sarıqamışdan sonra Ruslar daxil olurlar Cənubi Azərbaycana, yəni Təbrizə. Ruslar Təbrizdən çıxacaqlar 1917-ci ildə, onlardakı inqilabdan sonra, fevral inqilabından sonra və oktyabr inqilabından sonra 18-ci ildə isə artıq Cənubi Azərbaycana ingilislər daxil olacaqlar. Bu hissələri Cənubi Azərbaycanın içərisində qeyd edəcək.
Ruslar Sarıqamışda məğlub olacaqlar. Niyə məğlub olacaqlar? Çünki həm hava soyuqdur, həm də ki, hərbi texnika cəhətdən Ruslar daha üstün mövqedədirlər ona görə. İndi Balkan cəbhəsində 15-ci ilin yanvarı da daxil olmaqla Osmanlı ilə Rusiya mübarizə aparır və Rusiyanın Osmanlı arasındakı mübarizədə Osmanlını zəiflətmək, Osmanlını Qafqaz cəbhəsindən çəkib çıxarmaq üçün İngilis və fransızlar 1915-ci ilin fevralında Çanaqqalaya hücum edirlər, Boğazlara hücum edirlər. Fevralı Çanaqqala əməliyyatı, bir tərəfdə ingilislər, digər tərəfdə də fransızlar. Çanaqqala əməliyyatı 1915-ci ilin fevralından 1916-cı ilin yanvarına qədər davam edir və bu əməliyyatın nəticəsində İngilis və fransızlar məğlub edilir, geri oturdulur, Osmanlı qalib gəlir və Mustafa Kemal kimi bir sərkərdə qazanır Osmanlı özünə. Çanaqqala hərbi əməliyyatına Osmanlıya kömək üçün Azərbaycanın şimalından və cənubundan könüllü dəstələr gediblər, müsəlmanlar kömək ediblər. Yenidən 1915-ci il hərbi əməliyyatlarına davam etsə, 1915-ci ildə belə bir böyük yalan hadisəsi baş verir. Bu da ermənilərin Osmanlılar tərəfindən soyqırımı hadisəsidir 1915-ci ilin aprel ayında. Yəni müharibə dövründə ermənilər Osmanlıya qarşı arxa cəbhədə müəyyən hərbi əməliyyatlar yox da mane olurlar bir növ onların hərəkətlərinə. Ona görə də Osmanlı öz arasında olan erməniləri köçürmə adı altında bir fərman verir. Bu köçürmə nəticəsində də köçürülən ermənilərin bir hissəsi yolda müəyyən qırğınlara, talanlara məruz qalırlar və onun sonraki dövrlərdə soyqırım adı altında dünya ictimaiyyətinə bildirirlər. Osmanlı da bu prosesdən əziyyət çəkir, sonrakıda gəlir düşür bizim üstümüzə nələr onları qeyd eləyəcək. 1915-ci ildə bu hadisə var, Nezah 1915 böyük yalan hadisəsi. Daha sonra 1915-ci ildə ingilislər müharibə illərində Osmanlının müstəmləkələri olan ərəb xalqlarına istiqlaliyyət vəd eləmişdilər ki, bizim tərəfə keçin, Yəhudilər də, ərəb xalqları da bizi dəstəkləyir, müharibədən sonra biz sizə istiqlaliyyət verəcəyik. Bir növ Osmanlını və digər imperiyaları daxildən parçalamaq edir niyyətləri. Əlavə olaraq da ingilislər Hindistan yollarının təhlükəsizliyini təmin etmək üçün, daha rahat çıxış əldə edə bilmək üçün İraq ərazisindən, yəni ki, orada körfəzlər İran körfəzindən keçib Hind okeanına çıxmaq istəyirdilər İraq ərazisindən və ona görə də İraqa hücum edirlər, Bağdada hücum edirlər. 1915-ci ildə Osmanlıları məğlub edir və 1916-cı ildə Kütül Əmarədə yenidən məğlub edəcəklər. 16-cı il hərbi əməliyyatlarında qeyd edəcək. 1915-ci ilə qayıtsaq, 15-ci ilin özünə məxsus bəzi yenilikləri var. Bu yeniliklərdən də biri ondan ibarətdir ki, Almanlar 1915-ci ildə müharibənin gedişində iki dənə yenilik istifadə edirlər. Bir, İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə edilir. Digəri isə Belçikaya qarşı zəhərli xlor qazından istifadə edilir ki, bu da həmin dövrdə əlil qazların yaranmasına səbəb olacaq. Daha sonra 1915-ci ildə Üçlər İttifaqının yanında olan Almaniyanın müttəfiqi olan İtaliya Üçlər İttifaqını tərk edir və keçir Antanta tərəfə. Artıq İtaliya 1915-ci ildə Antantanın müttəfiqidir. Belə olduqda Bolqarıstan gələcək Üçlər İttifaqının yanına və biz 1915-ci ildə Dördlər İttifaqının yarandığını görəcəyik və yaxud bunlara mərkəz dövlətləri də deyirlər. Çünki Avropanın mərkəz hissələrində yerləşdikləri üçün kimlərdir bunlar? Almaniyadır, Avstriya, Macaristandır, Bolqaristandır və Osmanlıdır. Bu məsələdə diqqətli olun. Nəyə görə? Sizə sual yazacaq ki, dünya müharibəsi başladı Üçlər İttifaqı və Almaniya arasında. Amma yazsa ki, dünya müharibəsi bitdi, Üçlər İttifaqının məğlub olması nəticəsində xeyr. Çünki müharibənin gedişində 1915-ci ildən sonra biz artıq Üçlər İttifaqı yox, Dördlər İttifaqı anlayışından istifadə edirik. Niyə? Çünki İtaliya çıxdı, onun əvəzində Almaniya, Avstriya, Macaristan, Bolqaristan və Osmanlıdan ibarət bir Dördlər İttifaqı yarandı. Bunlar oldu bizim 1915-ci ildəki hərbi əməliyyatlarımız. Daha sonra gəlirik 1916-cı il hərbi əməliyyatlarına. 1916-cı il hərbi əməliyyatlarına gələndə biz orada ümumi döyüşlər görəcəyik, o döyüşlərdən danışacağıq. İndi bunları siləyib, keçək həmin o 1916-cı il döyüşlərimizi. 1916-cı ildə 4 dənə döyüşümüz var. Görək bu döyüşlərdə nələr baş verir. Hələ ki, bir hissəni siləyik. Yaxşıdır ki, gəlin hamısını siləyik, aslında yekunlaşdırıb ümumi burada qeyd edərik. Deməli, gəldik 1916-cı ilə. 1916-cı ilə görəcəyimiz döyüşlər hansıdır?
Verden döyüşü var. Müharibənin ən böyük döyüşlərindən biridir. Verden qəssabxanası deyilir. Burada fransızlar 1 milyona yaxın insan itirirlər, amma yəni ki, öz ərazilərini qoruyub saxlaya bilirlər. Daha sonra 1916-cı ildə Somma döyüşü var. Somma döyüşündə ingilislər və fransızlar yenə almanlara qarşı mübarizə aparırlar və Somma döyüşü təkcə tanklardan, İngilis tanklarından istifadə olunan döyüşdür. Yəni bu döyüşdə ingilislər ilk dəfə tanklardan istifadə ediblər. Daha sonra 1916-cı ildə dəniz döyüşümüz var, Jutlandiya bu dəniz döyüşüdür. Heç bir döyüşün nəticəsində belə xüsusi bir şey olmayıb, ona görə nəticələrini qeyd etmirik. Daha sonra 1916-cı ildə Kütül-Əmarə döyüşü var. Burada ingilislər Osmanlı qüvvələrinə məğlub olacaqlar. Bu önəmlidir, bunu qeyd elədik. Amma digərlərində yenə ingilis, fransız və almanlardır. 1916 Kütül-Əmarə döyüşü. Daha sonra 1916-cı ildə Rumıniya daxil olacaq müharibəyə Antanta tərəfindən. Rumıniya müttəfiq olaraq Antanta ilə idi. Müharibəyə daxil olur. Daha sonra 1916-da deyə biləcəyimiz elə bir şey yoxdur. Ona görə 16-cı ili yekunlaşdırırıq. Keçək 1917-ci ilə. 1917-ci ildə müharibəyə daxil olan növbəti bir dövlət var. Bu da təbii ki, Amerika Birləşmiş Ştatlarıdır. Normalda ABŞ müharibəyə daxil olmayacaqdır. Çünki onların ənənəvi təcridçilik siyasəti var idi. Monroe doktrinası ilə qəbul edildikləri bu siyasət ki, ABŞ Avropada gedən siyasi proseslərə qarışmır. Amma necə olur ki, müharibəyə qoşulmaq məcburiyyətində qalır? Çünki almanlar orada hərbi və ticarət gəmilərinə basqın edirlər, ABŞ-ın Avropadakı gəmilərini, o da ondan bəhanə kimi istifadə edir və müharibəyə daxil olur. 1917-ci ildə təbii ki, ABŞ-ın müharibəyə daxil olması İngilis və fransızların vəziyyətini çox yaxşılaşdırır. ABŞ əslində səbəb olaraq müharibəyə ona görə daxil olur ki, İngiltərə və Fransaya borclar vermişdir və onlara müharibədə davamlı olaraq məğlub edilməsi, məğlub olmağa, yəni ki, görür ki, məğlub olmağa doğru gedir və məcbur olur ki, müharibəyə daxil olsun. 1917-ci ildə ABŞ müharibəyə daxil olur. ABŞ müharibəyə daxil olandan sonra Almaniya 1918-ci ildə, yəni o ardıcılığı belə deyək də, 1917-dən sonra olursunlar. 1917-ci ilin fevral ayında Rusiyada monarxiya devrilir. Ümumiyyətlə, müharibə dövründə iki dənə dövlətdə monarxiya devrilir. Biri Rusiyadır. 1917-ci ilin fevralında, o birisində qeyd edəcək. Rusiyada monarxiya devrilir. 1917-ci ildə oktyabr ayında Rusiyada bolşeviklər gəlirlər hakimiyyətə. Bolşeviklər hakimiyyətə gələndən sonra əslində çox manidardır bu proseslər. Fikir verin, 17-ci ilin fevralında Rusiyada monarxiya devrilir, çarizm devrilir və Rusiyanın da müharibəyə salan çarizm idi, hanı yoxdur. Necə olacaq proses? Həmən dəqiqə aprel ayında ABŞ müharibəyə daxil olur kömək üçün. Daha sonra 1917-ci ilin oktyabrında ümumiyyətlə bolşeviklər gəlirlər hakimiyyətə. Bolşeviklərin ideyaları da tamamilə Rusiyanı müharibədən çıxartmaq idi. Belə olduqda 1918-ci ilin mart ayında bolşeviklər Sovet Rusiyası yazılır bura, Almaniya və onun müttəfiqləri ilə müqavilə imzalayır. Müqaviləmiz də Brest-Litovsk müqaviləsidir. Çox Azərbaycan tarixində daha biraz AXC yaranma istiqamətində bu müqavilənin şərtlərini görəcəyik. Amma ümumi tarixdə belədir ki, Sovet Rusiyası Almaniya və onun müttəfiqləri ilə müqavilə imzalayaraq müharibədən çıxır. Sovet Rusiyası müharibədən çıxandan sonra Almaniyanın işi biraz yüngülləşir. Ona görə Almaniya yenidən Parisi tutmaq üçün 18-ci ildə bir mübarizəyə başlayır. Lakin 1918-ci il Alman qüvvələrinin Parisi tutmaq üçün elədiyi mübarizəyə ABŞ qüvvələri mane olur və ABŞ-nin dəstəyi ilə Fransızda müdafiə oluna bilirlər. Almaniya növbəti dəfə, ikinci dəfə Paris üzərinə hücumunda uğursuzluqla nəticələnir. Daha sonra 1918-ci ilin yayında Rumıniya çıxacaq müharibədə. Yəni, Rumıniyanın müharibəyə daxil olması və çıxması elə də ciddi bir əhəmiyyət göstərmir, elə də bir ciddi təsiri yoxdur. Davamlı olaraq 1918-ci il artıq müharibədə bir yapraq dökümü deyirik buna. 1918-ci il sentyabr ayında Bolqarıstan çıxacaq müharibədən. 1918-ci ilin oktyabrında Mudros müqaviləsi ilə Osmanlı çıxacaq müharibədən.
1918-ci il noyabrın əvvəlində Avstriya Macaristan çıxacaq müharibədən və 1918-ci il 1-ci noyabr ayının 9-da Almaniyada inqilab olacaq və bu inqilab nəticəsində Almaniyada monarxiya devriləcək. Bu bayaq dediyim məsələ budur ki, müharibə dövründə iki dənə dövlətdə monarxiya devrilir. Biri Rusiyadır 17-nin fevralında, biri də Almaniyada 18-ci ilin noyabrında. Monarxiya devrilir, Almaniyada respublika elan edilir və noyabr ayının 11-də Almaniyanın yeni hökuməti Antanta ilə sülh barışığını imzalayır. Yəni müharibə dayanır. 1918-11 noyabrda Compiègne meşəsində imzalanan barışıqla Birinci Dünya müharibəsi bitmiş olur. 1918 noyabr ayının 11-də Compiègne barışığı ilə Almaniyanın müharibədən çıxması ilə Dünya müharibəsi başa çatdı. 14-cü il iyulun 28-də başladı, 18-ci il noyabrın 11-də başa çatdı. Müharibə nəticəsində 4 imperiya dağılır. Onlar da burada yazılır. 4 imperiya. 1. Avstriya Macaristan, Osmanlı, Almaniya və Rusiya. Müharibə nəticəsində düz 4 imperiya dağıldı. Avstriya, Macaristan, Osmanlı, Almaniya və Rusiya. Bir də bir məsələni qeyd edeyim, orada özünüz üçün bir yerdə qeyd edin, yadda qalsın. 1915-ci ildə sizə yazacaq ki, Almaniya və müttəfiqlərinin əsas niyyəti nə idi? Yazacaqsınız ki, Rusiyanı məğlub edib müharibədən çıxartmaq. Deməli, 1915-ci ildə Almaniya və onun müttəfiqlərinin əsas niyyəti nə oldu? Rusiyanı məğlub edilmək və Rusiyanı müharibədən çıxartmaq. Bu oldu bizim Birinci Dünya müharibəmiz. Birinci Dünya müharibəsi indi gələcək Azərbaycan, Şimal və Cənub oxşarlıqlar və yaxud fərqliliklər. Əlavə olaraq da bundan sonra Versal-Vaşinqton sistemindən danışacağıq. İndi bu hissəni silək. Azərbaycanın Birinci Dünya müharibəsi illərinə çox da daxil olmayacağım. Çünki orada fevral inqilabı və ondan sonraki proseslərdə deyəcəyik. Qısa şəkildə ümumi məlumatımızı verək, həm Şimal, həm də Cənub. Bununla bir yerdə yadımızda qalsın ki, görək nələr olub, nələr keçmişik. Ümumiyyətlə, Birinci Dünya müharibəsi illərində Azərbaycanın şimalında real hərbi əməliyyatlar aparılmayıb. Cənubda isə aparılıb. İndi buranı belə yazaq bura. Birinci Dünya müharibəsində yazaq bura Şimali Azərbaycan, sonra Cənubi Azərbaycan və buradan da yazaq oxşar. Belə bunları ayıraq. Deməli, Birinci Dünya müharibəsi illərində Şimali Azərbaycanda real hərbi əməliyyat yoxdur. Yəni, ərazimizdə hərbi əməliyyat getməyib, üzərindən bir xət çəkdik. Bizə lazım olan əsas məsələ Birinci Dünya müharibəsi illərində Şimala orada iştirak edən bizim hərbiçilərimizdir. Bunlar da kimlərdir? Əliyağa Şıxlinski, Topçuoğlu, Petrogradın toplarla müdafiəsi, Rus artilleriyasının Allahı. Sonra Səməd bəy Mehmandarov Lodz əməliyyatında iştirak edib, Rus ordusunu, iki Rus ordusunu mühasirəyə düşməkdən xilas edib, Müqəddəs Georgi silahı ilə təltif edilib, Rumıniya, İngiltərə, Fransa, Rusiyanın beynəlxalq mükafatları ilə mükafatlandırılıb Səməd bəy Mehmandarov. Daha sonra Hüseyin xan Naxçıvanski general adyutant olub. Çar II. Nikolayın müsəlman olan yeganə yavəri, yəni general adyutantı Hüseyin xan Naxçıvanskidir. Süvari, Qərb cəbhəsində Süvari korpusunun diviziya komandanı olub. Wisla çayı sahilində Fon Mackenzinin qüvvələrini məğlub edib. Hamısı kimə aiddir? Hüseyin xan Naxçıvanskiyə aiddir. Daha sonra Fərrux Ağa Qayıbov var. Fərrux Ağa Qayıbov Birinci Dünya müharibəsi illərində ilk Azərbaycanlı hərbi təyyarəçidir. İlk Azərbaycanlı hərbi təyyarəçi və Müqəddəs Georgi ordeni ilə təltif edilir. Burada qarışdırmayın. Biz Səməd bəy Mehmandarovda da Müqəddəs Georgi adı çəkdik. Mehmandarov da silahdır. Səməd silahsı, yadda saxlayın. Amma Fərrux Ağa Qayıbov Müqəddəs Georgi ordeni ilə təltif edilir. Son olaraq isə İbrahim Ağa Vəkilov. İbrahim Ağa Vəkilov da hərbi topoqrafdır. Yəni müharibə dövründə döyüş xəritələrinin hazırlanması ilə iştirak edir. Fikir verirsinizsə, burada gördüyümüz adların hər birində bəy var, xan var, ağa var. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya ümumiyyətlə müharibəyə yalnız ali müsəlman seçinə məxsus nümayəndələri aparırdı. Yəni əhalinin digər təbəqələri getmir. O da nəyə görə 87-ci ildə bizim üzərimizə hərbi vergi qoymuşdular. Yəni istəmirdilər də bizə güvənmirdilər ki, biz bunları müharibəyə apararıq. Gedər orada döyüş sənətinin sirlərinə yiyələnənlər, sonra başlayarlar bizə qarşı mübarizə aparmağa.
Və soruşsanız, bunları niyə aparır? Bunlar ona görə aparır ki, bunlar ali müsəlman seçidir. Ali müsəlman seçidir, yəni bunlar hər biri Rusiyada təhsil alıblar. Rus Sovet yox da, Çar hökumətinə sadiq məmurlardır. Düzdür, bunlar aparsa daha çox qərb cəbhəsində istifadə edir. Yəni Balkan və Qafqazca Rusiya qarşı, yəni Rusiya Osmanlıya qarşı istifadə edilmir bunlardan. Bəs necə olur? Bizimkilərdən axı bir diviziyamız var. O niyə yaranır? O da zərurətdən yaranır qərb cəbhəsinə istifadə etmək üçün. Fərrux bəy Vəzirovun rəhbərliyi ilə Çar Nikolayın fərmanı ilə 2-ci Nikolay 1914-cü ilin avqust ayında Tatar süvari alayı və yaxud vəhşi diviziya və yaxud Qafqaz süvari alayı bu. Digər yerdə qalan məsələləri özünüz oxuyarsınız, özünüz yerdə saxlayarsınız. Qayıtsaq Cənubi Azərbaycana. Cənubi Azərbaycanda 1-ci Dünya müharibəsi illərində əslində özdə məxsus hadisə azdır. Yazdığım çox şey 2-ci Dünya, 1-ci Azərbaycanla şimaldan oxşar olacaq. Gəlin belə bir şey yazaq. Deməli, Cənubi Azərbaycana Osmanlı qoşunları daxil olacaq ki, bu şimaldan oxşarlıqdır hər ikimizdə 1-ci Dünya müharibəsi illərində. Daha sonra Rus qoşunları daxil olacaq. Əslində Rusu bura yaza bilərik. Rusu gəlin Cənubi Azərbaycana yazaq. Çünki biz onsuz da Rusiyanın tərkibində idik deyə Rus qoşunları bizdə var idi. Amma 15-ci ildə Rus qoşunları Cənubi Azərbaycana daxil olacaq Sarıqamışdan sonra. Sonra hər ikisinin ərazisinə ingilislər daxil olacaq. Yazda bura ingilislər. Sonra hər ikisində ermənilər tərəfindən soyqırım olacaq. Oxşarlıqdır şimaldan cənubun 1-ci Dünya müharibəsi illəri dövrünə aiddir. Daha sonra hər ikisində muxtariyyət uğrunda mübarizə və hər ikisində partiya yaranmasını görəcəyik. Azərbaycanda 17-ci ildə Nəsir bəy Yusif bəyli Türkiyədə mərkəziyyət, Cənubi Azərbaycanda isə Xiyabani, Azərbaycan Demokratik Firqəsi və yaxud partiyası. Bu oxşarlıqlarımızda yerdə qalır Cənubi Azərbaycana diqqətli olmalı olduğumuz bir məsələ nədən ibarətdir? 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hökumət yaradılmayıb, üstündən belə xətt çəkilir. Bunları biləndən sonra digər məsələlər, Seymdir, Komissarlıq Komitədir, onları növbəti dərslərimizdə qeyd edəcəyik. İndi keçək Versal-Vaşinqton sisteminə, görək Versal-Vaşinqton sistemindən nə danışacaq və bizə nələr lazımdır. Ümumiyyətlə, Versal və Vaşinqton konfransı nəyə görə çağırılıb? Burada elə aşağıda qeyd edəcəm silmədən. Versal və Vaşinqton konfransı. Müharibə bitdi 1918-ci il noyabrın 11-də. Müharibənin yekunları haqqında və məğlub dövlətlərlə sülh müqaviləsini imzalamaq üçün Versal, yəni Parisdə Versal sarayında bir konfrans çağırılır. 1900 yazırıq bura Paris və yaxud Versal konfransı. Niyə çağırdılar? Sülh müqaviləsini falan hazırlamaq üçün. 1919-cu ilin yanvar ayının 18-də. Niyə yanvarın 18-də? Çünki 1871-ci il yanvar ayının 18-də Almanya Parisdə, Versalda Fransa ilə Frankfurt müqaviləsini imzalamışdı və imperiya çevrilmişdi. Ondan Elzas Lotaringiyanı da almışdı. İndi konfrans öz işinə başlayır 19-cu ilin yanvarında. Konfransa kimlər dəvət edilməyib? Məğlub ölkələr yoxdur burada. Daha sonra bir də Sovet Rusiyası yoxdur burada. Məğlub ölkələr və Sovet Rusiyası müharibəyə konfransa dəvət edilmir. Məğlub ölkələr bildiyimiz kimi məğlubdular deyə dəvət edilməyiblər. Sovet Rusiyasıdakı Almaniya və onun müttəfiqləri ilə müharibə bitməmiş separat akt imzalayıb müharibədən çıxıb deyə onu dəvət etməyiblər. Müharibənin yekunları olan Paris Sülh Konfransında hazırlanacaq müqavilələr nəyin əsasında imzalanıb? ABŞ prezidenti Woodrow Wilsonun 14 maddə prinsipi ilə. Nədir 14 maddə prinsipinin mahiyyəti? Xalqlara öz müqəddəratını təyin etmə hüquqlarının verilməsi. Bir bu. İkinci, gizli diplomatiyadan imtina edilməsi, silahların falan məhdudlaşdırılması. 14 maddə özündə bunlara əks elətdirir. Çoxdur, sadəcə bizim də əsas üçün qeyd edirik bizim kitablarımızda. Başladı bu bizim konfrans. Baxaq görək, məğlub dövlətlərlə hansı müqavilələr imzalanıb, bunlar haqqında sizə məlumat verək. İlk ən əsas məğlub dövlətimiz Almaniyadır.
1919-cu ilin iyun ayının 28-də, bunlar da yəni təqvimlərə bir növ takıblar, türklər demiş, yanvarın 18-i bu, iyunun 28 Frans Ferdinand öldürülən gün Almaniya ilə Paris müqaviləsi, Almaniya ilə Paris sülhü imzalanır. Paris sülhünün şərtləri nədir? Ümumiyyətlə, müqaviləmizin iki müddəası var. Bir, sərhədlər məsələsi var müqavilədə, bir də hərbi məsələ var müqavilədə. Sərhədlər məsələsi ondan ibarətdir ki, birincisi, Almaniya Elzas və Lotaringiya vilayətlərini qaytarır Fransaya. İkincisi, Poznan və Qərbi Prusiya verilir Polşaya. Sair vilayətə keçir Millətlər Cəmiyyətinin sərəncamına, amma 15 ildən sonra plebisist, yəni xalq səs verməsi yolu ilə müəyyənləşdirəcək ki, kimdə qalsın, Fransada mı qalsın, Almaniyada mı qalsın. Sonra biz keçsək müharibənin hərbi müddəalarına. Hərbi müddəalar ondan ibarət ki, ümumi hərbi mükəlləfiyyət ləğv edilir. Almaniya öz həm quru qoşunlarını, həm də ki donanmasını azaltmalıdır. Quru qoşunlarını özdə 100 minə qədər azaltmalıdır. Hərbi hava qüvvələrini ümumiyyətlə ləğv etməlidir. Sonra Fransa ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Reyn çayı boyunca hərbi qoşun saxlaya bilməz. Bu maddələrə özümü yazmıram, özünüz oxuyacaqsınız, aydın şəkildə orada görəcəksiniz. Müharibənin təqsirkarı elan edilir Almaniya ki, müharibənin başlamasında günahkar sənsən, hamı düşür bunun üstünə. Günahkar sənsən, sən də günahkar olduğuna görə bütün müharibədən əziyyət çəkən dövlətlərin iqtisadiyyatının bərpası üçün təzminatı da sən ödəməlisən. Təzminat ödəməlidir, müharibənin təqsirkarıdır, hərbi və sərhəd məsələlərini də Paris müqaviləsində qeyd edilir. Daha sonra 1919-cu ildə Avstriya ilə Saint-Germain, sonra Bolqarıstan ilə Niyi, Macaristan ilə Trianon bu müqavilələr imzalanır. Bu müqavilənin ayrı-ayrı şərtləri yox, üçün elə bir yerdə qeyd edəcəyik. Hər üç müqavilənin şərtinə görə məsələ nədir? Təzminat ödəyəcəklər, hərbi qüvvələrini azaldacaqlar və ərazilərindən qalib dövlətlərə güzəştə gedəcəklər. Budur. Həm Saint-Germain-də, həm Neyidə, həm də Trianon müqaviləsində. Əlavə olaraq bir dənə də Osmanlı ilə Sevr müqaviləmiz var 1920-ci ildə. Niyə Osmanlı ilə müqavilə bu qədər gec imzalanır? Çünki Osmanlı ərazilərinin bölüşdürülməsi uğrunda ingilislər və fransızlar vahid bir söz məsələsinə gələ bilmirlər. Ona görə də müqavilə biraz gecikir, 1920-ci ildə imzalanır. Müqavilənin şərtlərinə görə Osmanlı imperiyası bütün müstəmləkələrindən məhrum edilir. Əlavə olaraq isə Osmanlının ərazisində Ermənistan, Kürd dövlətləri, həm İngiltərəyə, həm Fransaya, həm İtaliyaya, həm də Yunanistana torpaq verilməsi məsələsini öz əksi tapmışdı Sevr müqaviləsində. Lakin sonraki dövrlərdə Mustafa Kemal və digər onun silahdaşlarının apardıqları səylər nəticəsində Osmanlının Sevr müqaviləsi ümumiyyətlə həyata keçirilməyəcək, yəni reallaşdırıla bilməyəcək. Müqavilələrimiz bunlardan ibarətdir. Əlavə olaraq görək bu Paris müqaviləsində, Paris sülh konfransında başqa nə var? İki dənə məsələ var Paris sülh konfransında əlavə olaraq. Bir, Millətlər Cəmiyyəti məsələsidir. Millətlər Cəmiyyəti, bir də mandat sistemi. Millətlər Cəmiyyəti ABŞ prezidenti Woodrow Wilsonun göstərişi, yəni bir növ təklifi ilə yaradılır. Məqsədi müharibələrdən imtina, sülh və əməkdaşlığı dövlətlər arasında inkişaf elətdirməkdir. Digər anlayışımız isə mandat sistemidir. Bu nədir? Mandat sistemi keçmiş Osmanlı və Almaniya müstəmləkələrinin qalib dövlətlər arasında himayə sistemi ilə bölüşdürülməsidir. Yəni elə ki, əvvəlki müstəmləkə, indi biz buna müstəmləkə demirik, axı demişik, müstəmləkələrdən imtina olunmalıdır. Sadəcə bu olur himayə. O da necə himayə? A kateqoriyamız var, B kateqoriyamız var, bir də C kateqoriyamız var. A və B kateqoriyasında olan dövlətləri, həmin o mandat alan dövlətlər himayə etməlidir, yəni onları bir növ müstəqilliyə hazırlamalıdır. C kateqoriyasında olan dövlətlər isə o qədər aşağı dövlətlər hesab edilir ki, onların, yəni ümumiyyətlə keçirlər birbaşa həmin dövlətin tərkibinə, yəni ilhaq olunurlar bir növ. İndi mandat alan dövlətlərimiz hansılardır? Kimlərə mandat hüququ verirlər? Təbii ki, İngiltərəyə, Fransaya, Yaponiya, bir də burada Belçika var. Yazıq Belçikada niyə ki, bir tərəf idi, gəldi Almaniya birinci onun ərazisindən hücum elədi. Ona görə mandat hüququ alan dövlətlərimizdən İngiltərəni görürük, Fransanı görürük, Yaponiyanı görürük, bir də Belçikanı görürük. Yaponiya
Almaniya keyfdədir, uzaq şərqdə. Koreyadır, Çin ərazisindəki Alman mülkləri də hamısı verilib Yaponiyaya, öz keyfində orada qalır. Amma Amerika, ABŞ nə olsun, məsələn, prezident Woodrow Wilson gəlib bu qədər Paris konferansına yaxından iştirak edir, amma son söz söyləyən Amerikada konqresdir, senatdır, senat qəbul etmir. Woodrow Wilsonun bu siyasətini qəbul etmir, millətlər cəmiyyətinə daxil olmur, deyir, bu bizim təcridçilik prinsipimizə ziddir. Versal sistemini ratifikasiya etmir, qəbul etmir. Belə olduğu halda, bunlar fikirləşirlər ki, niyə yəni ABŞ senatı belə bir şey verir? Çünki Versal müqaviləsi ABŞ-ın yox, Avropadakı dövlətlərin, İngiltərənin əsasən diktəsi ilə, İngiltərə və Fransanın diktəsi ilə həyata keçirilmişdi və onların burada üstünlüyü olacaqdı əgər Versal sistemi qəbul edilsəydi. Yəni biz İngiltərə və Fransa o güc tarafından nisbəti pozulacaqdı. Belə olanda ABŞ fikirləşir ki, neynəməyək, mən özümü harada göstərim? Deyir, yaxşı, tapdım, ağlıma bir ideya gəldi. Gəlin bir dəfə konferans çağıraq. Bu konferans da hansı olacaq? Bu konferans olacaq Washington konferansı. Washington konferansı yazaq onu da buradan yuxarıdan. Deməli, 1921-ci ilin sonu, 1922-ci ilin əvvəllərində Washington konferansı olacaq. Washington konferansı. Nəyə görə çağırıblar Washington konferansını? Bir, Versal sistemini tamamlamaq üçün yazaq bura, bir, Versalı tamamla. İkincisi isə uzaq şərqdə və sakit okeanda məsələləri həll et. Axı Versal sistemində biz uzaq şərq haqqında bir məsələ görmürük. Amma Washington konferansında var. Washington konferansında biz 3 dənə müqavilə görəcəyik. Birincisi 4 dövlət müqaviləsidir. 4 dövlət. Hansıdır bu 4 dövlət? ABŞ, İngiltərə, Fransa və Yaponiya. Bu müqaviləyə görə həmin dövlətlər sakit okean hövzəsindəki bir-birinin mülklərini tanıyırlar. Mülklər tanındı. Daha sonra ikinci, Çinə aid olan müqavilə var. Çinə aid olan müqaviləyə görə Çin ərazisinin müstəqilliyi və dövlət sərhədlərinin təhlükəsizliyi təmin edilir. Çinin müstəqilliyi və sərhədləri bərpa edilir və onun təhlükəsizliyi təmin edilir. Çində iqtisadiyyatda bərabər imkanlar prinsipi. Bu əslində deyir, ABŞ-ın açıq qapı siyasəti deməkdir Çində. Açıq qapı, bərabər imkanlar. Növbəti 3-cü müqaviləmiz isə dəniz silahlarının məhdudlaşdırılması müqaviləsidir. Bu müqaviləyə əsasən Yaponiyanın sakit okeandakı fəaliyyətinə məhdudiyyətlər qoyulur. İkincisi, İngiltərə öz dəniz üstünlüyünü ABŞ ilə bölməli olur. Böldü. Və sırf Washington konferansı Yaponiyanın ABŞ-a qarşı qisasçılıq siyasətinin əsasını qoyacaq. Çünki bu konferansdan sonra artıq bir revanşizm meydana gələcək Yaponiyada ABŞ-a qarşı və 2-ci Dünya müharibəsində biz onun məntiqi nəticəsi olaraq görəcəyik ki, Yaponlar gedib Almanlara da səyləyəcəklər və ilk fürsət düşən anda ABŞ-a müharibə elan edəcəklər. Washington konferansımızda belə getdi. Sonra bir-iki məsələ var, onlardan qeyd edək. Məsələ nədən ibarətdir? Dedik ki, müharibədə təqsirkar elan edilib Almaniya əsas təqsirkar oldu və Almaniya böyük küllü miqdarda təzminat ödəməlidir. Lakin müqavilə imzalandan sonra təzminatın ödənilməsi gecikir. Təzminatın ödənilməsi gecikir. Bəs necə Almaniyanın təzminat məsələsini həll edək? 1922-ci ildə Genuyada konferans keçirilir, İtaliya, Genuya. Genuya konferansında əsasən iqtisadi məsələlərə baxılacaqdır. İqtisadi məsələlər. Bu da nədir? Borclar və təzminat məsələsi. Təzminat. Əsas buna baxılacaqdır. Və Genuya konferansına Almaniya da dəvət edilir, Sovet Rusiyası da dəvət edilir. Və bu konferansda onlar arasında bir Rapallo sazişi imzalanır. Bu ilə də Almaniyanın bir növ blokadadan çıxması yolunda ilk addımlardan biri olur iqtisadi sahədə. Amma 1923-cü ildə hələ də Almaniyadan istədiklərini ala bilməyiblər. Əsasən də Fransa oturub belə acıqlı şəkildə gözləyir ki, hani təzminatımı verin. Nəysə, 1923-cü ildə fransızlar Belçika ilə birləşirlər və Almaniyanın daş kömür hövzəsi olan Ruhr ərazisinə
qoşun yeridirlər. Ruhr böhranı baş verir. 1923 Fransa və Belçika Ruhr böhranı. Amma Ruhr böhranında istədikləri nəticəni almırlar. Çünki gedirlər Ruhr ərazisini tuturlar, amma Ruhr ərazisində olan daş kömür hövzəsindəki Alman fəhlələri işləməkdən imtina edirlər və istədiklərini qazana bilmir. Nə Fransa, nə də ki Belçika. Ondan sonra 1924-cü ildə ABŞ dövlət katiblərindən biri var, Charles Dawes planı. Deyir ki, Almaniyanın üzərinə bu qədər düşməklə biz nəticə əldə edəməyəcəyik. Gəlin, təzminatın alınma müddətini uzadaq. Təzminatın alınma müddəti uzananda artıq hər il üçün Almaniyanın üzərində daha az yük düşəcəkdir. O sizin təzminatınızı ödəyə biləcək. Bir bu. İkincisi də ki, Almaniyaya təzminatı ödəmək üçün ABŞ dəstək göstərəcək. Dawes planı. ABŞ Almaniyaya dəstək göstərir ki, Almaniya təzminatı ödəyə bilsin. Daha sonra 1925-ci ildə İsveçrədə Locarno'da konferans keçirilir. Locarno konferansında Almaniya, Fransa və Belçikanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir təminat müqaviləsi, təminat paktı imzalanır. Əvvəl biz buna Reyn təminat paktı deyirdik. Paktın adını çıxardılar. Sadəcə deyir ki, sərhədlərinin təhlükəsizliyi barədə bir təminat müqaviləsi imzalandı Almaniya, Fransa və Belçikanın. Və bu Locarno konferansında biz Almaniyanın ilk dəfə artıq bərabər hüquqlu tərəfdaş kimi Avropa dövlətlərinin tanıdığını görürük. Yəni bir növ yumşalma dövrüdür burada, bir mülayimləşmə dövrü baş verir. Almaniyanı qəbul edilər bura. Daha sonra bu prosesdən sonra 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə daxil ediləcək. Bunların hər biri haqqında biz növbəti dərslərimizdə həm Almaniyada, həm dövlət arası münasibətlərdə geniş məlumat verəcəyik. Sadəcə sinif kitabı ardıcılığı ilə getdiyimiz üçün, sinif kitabında bunlar qeyd edildiyi üçün mövzunun içərisində bu formada qeyd etmək məcburiyyətindəyik. Millətlər Cəmiyyətinə daxil olur və 1928-ci ildə Briand-Kellogg paktı Avropadakı dövlətlərin böyük bir hissəsini əhatə edən bir tərəfdə ABŞ və Fransanın diktəsi ilə yaradılıb. Plus 1929-cu ildə SSR də bura qoşulacaq. Həm Locarno konferansında, həm də Briand-Kellogg paktında əsas mahiyyət ondan ibarətdir ki, münaqişələrin dinc yolu ilə həll edilməsi, müharibələrdən imtina edilməsi. Amma 30-cu illərdə artıq görəcək ki, vəziyyət o deyil. İstər-istəməz dünya iqtisadi böhranı və baş verən digər proseslər dövlətlər arasında münasibətlərin tənzimlənməsinin yeni fikirlərini ortaya gətirəcək. Bu da gəlib çıxacaq 2-ci Dünya müharibəsinin baş verməsinə. Mövzumuz budur. İzlədiyiniz üçün təşəkkür edirəm. Məni Instagram üzərindən də izləyə bilərsiniz. Hesabı burada yerləşdirdim. Əlavə nə kimi sözünüz, sualınız olsa da videonun şərh bölməsinə yaza bilərsiniz. Bu qədər. Növbəti dərs videolarında görüşərik. Sağ olun.